Albert Dürer 1471-ci ildə zərgər ailəsində anadan olmuşdu. 18 uşağın üçüncüsü idi. 10 yaşında gizlincə şəkil çəkirdi. Çünki atası onun zərgər olmasını istəyirdi. Lakin övladının istedadını görən ata onu məşhur qravür ustasının yanına göndərdi. Sonra Albert ustalığını artırmaq məqsədi ilə bir neçə Avropa ölkəsinə səyahətə getdi. İtaliyada oldu. Burada ona mis üzərində qravür sənətini öyrətdilər. 20 yaşında artıq Albert 250 kitabın qravürasını çəkmişdi. Onun səyahəti 4 il çəkdi. Atasından məktub aldı ki, evə qayıtsın. Onu 15 yaşlı, 200 gulden cehizi olan qızla evləndirəcəkdi. Albert öz rəsmini çəkib nişanlısına göndərdi. Albert Düreri Şimalın Leonardo da Vincisi adlandırırlar. Öz əsərlərində adını liqatip edib yazan rəssam özünü bir brend etmişdi. Alman rəssamları içində ilk avtobiografiyasını yazan insandı. Əsərlərini serial şəklində çəkirdi. O çox məşhur idi. Onun fikir və tərzini təkrarlayanları məhkəməyə vermişdi. İlk müəllif haqlarını tələb edən rəssamdı. Ailəsi əslən Macar idi. Soyadları Macarca qapı demək idi. Ona görə ailə soyadını Almancaya çevirib Tür qoydu. Beləliklə soyadı dəyişib Dürer oldu. Adolf Hitler buna çox əsəbləşirdi. Hətta Albertin atasının kəllə sümüyünü məzardan çıxarıb ölçdürmüşdü. O Albertin Alman rəssamı olmasını təsdiqləmək istəyirdi. Albert Dürer özünü İsa Peyğəmbərə bənzətmişdi. Yaraşıqlı rəssam özünün bir neçə avtoportretini çəkmişdi. Yaşadığı dövrdə Albert Dürer çox məşhur idi. Elə indiki dövrümüzdə də onun çəkdiyi Apokalipsis, Dua edən əllər, Cəngavər ölüm və iblis, melanxoliya əsərləri insanları heyran edir.